Hər vaxtınız xeyir, kanalımıza xoş gəldiniz. Bugün kanalımızda asan üsulla bişmiş süddən mayasız pendir hazırlayacağım. Pendiri hazırlamaq üçün 70 qram kərə yağı, 300 qram xama, 2 ədəd yumurta götürmüşəm. Əvvəlcə yumurtanı kənarda azacıq çalıram. Əgər yumurtanın ölçüsü kiçikdirsə, miqdarını artıra bilərsiniz. 3 litr süd götürmüşəm. Südü əvvəlcədən bişirmişəm. Üzərinə kərə yağı, xamanı əlavə edirəm. Qeyd edim ki, xama nə qədər yağlı olsa, pendir bir o qədər yaxşı çıxar. Əvvəlcədən çaldığım yumurtanı da əlavə edirəm. 2 yemək qaşığı da limon suyu əlavə edirəm. Xama və yumurtanın südə qarışması üçün bir dəfə çırpıcı ilə yaxşıca çalıram. Qaynara düşdükdən sonra qarışdırmaq olmaz. Yüksək temperaturda bişirirəm. Qaynadıqca süd çürüyür. Təqribən 15-20 dəqiqə ərzində qaynadıram. Südün suyu tam ayrıldıqda, bu cür çürüdükdə süzmək lazımdır. Aşüzənin içərisinə dəsmal yerləşdirmişəm. Çürümüş südü süzürəm. Kənarları ortaya doğru yerləşdirib dəsmalı bükürəm. Üzərinə ağır bir əşya yerləşdirib təxminən 2 saat saxlayıram. Artıq pendirin suyu tam süzülübdür. İndi dəsmalın içərisindən götürüb sizə göstərəcəm. Artıq gördüyünüz kimi pendir hazırdır. Təqribən 3 litr süddən 1 kilo pendir alındı. İndi içərisində sizə kəsib göstərəcəm. Görürsünüz, çox gözəl alınıbdır. Pendiri doğradıqdan sonra uzun müddətli qalması üçün mütləq duzlamaq lazımdır. Hər tərəfinə yaxşıca duz səpirəm. Pendiri əgər uzun müddətli saxlamaq istəyirsinizsə, duzlayıb 2 gün soyucuda saxladıqdan sonra duzlu su əlavə edib uzun müddətli qışa saxlaya bilərsiniz. Qeyd edim ki, kanalımızda pendir suyunun hazırlama qaydası var. Əgər videom sizlər üçün faydalı oldusa, izləyərkən bəyənməyi, kanalımıza abunə olmağı unutmayın.